YouTube kanalımıza xoş gəlmisiniz. Həm kişilərin, həm qadınların marağında olan bir mövzu haqqında bəhs eləyəcəyik. Mövzumuz istənməyən hamiləlikdən qorunma yöntəmləridir. Dədənin yoru haqqı bizim kətdə arvadı ildə doğmayan kişiyə millət bitər baxırıq. İlk bəhs eləmək istədiyim yöntəm hormonal yöntəmlərdir. Hormonal yöntəmlər bir neçə alt başlıqlarla incələyə bilərik. Birincisi, hər kəsin çox məşhur bildiyi doğum kontrol həbləri, doğum kontrol preparatlarıdır. Bu doğum kontrol preparatlarının tərkibi bildiyiniz üzrə 2 dənə hormondan ibarətdir. Estrogen və progesteron hormonları. Buna el arasında doğum kontrol həbləri deyilir, amma tibbi dildə koklar və yaxud da oral kontraseptivlər deyilir. Tərkib estrogen və progesterondan ibarətdir. Bu preparatları düzənli olaraq aybaşının birinci gündən etibarən istifadə etməyə başlasanız və 21 gün düzənli olaraq istifadə etsəniz, hamiləlikdən qorunma təsiri hardasa 98-99%-ə qədər yüksələcəkdir. Bunların eyni zamanda hamiləlikdən qorunma ilə yanaşı bəzi faydalı xüsusiyyətləri də var. Ümumiyyətlə bu oral kontraseptivləri mən öz tibbi praktikamda çox istifadə edirəm, çox sevirəm. Çünki bunlarla biz həm ağrılı aybaşları müalicə edirik, eyni zamanda endometrial qalınlaşmaları müalicə edirik. Əgər yumurtalıq kistaları varsa, yumurtalıq kistləri, dismenori və yaxud da ki endometrioz varsa, bunları eyni zamanda həm müalicə məqsədi ilə, həm də hamiləlikdən qorunma məqsədi ilə istifadə edirik. Bəs hamiləlikdən qorunma mexanizması necə işləyir bu preparatlarda? Siz bu preparatları aybaşının birinci və ya ikinci gündən başlayaraq düzənli olaraq qəbul elədiyinizdə, bunlar ovulyasiyanı blokada edirlər. Yəni siz ovulyasiya olacağınız ay, həmin ay yumurtlamırsınız. Yəni ovulyasiya baş vermir. Ovulyasiya baş vermədiyinə görə də sperm hər hansı bir yumurta hüceyrə ilə görüşə bilmir. Bundan yanaşı, uşaqlıq boynunda servikal kanalın bir mukusu olur və bu mukusu qalınlaşdırır. Mukusu qalınlaşdırdığına görə də spermin keçişini pozaraq hamiləliyə əngəl olur. Üçüncü mexanizması da endometriumu incəldir və endometriumu incəltdiyinə görə də döl əmələ gəlsə belə tutunacaq bir endometrium tapa bilmir və buna görə də hamiləlik baş vermir. Və bu xüsusiyyətləri nəzərə alaraq, yəni ovulyasiyanı blokada etməsi, endometriumu incəltməsi, bunları nəzərə alaraq eyni zamanda da uşaqlıq divarı xərçəngindən, yəni endometrium xərçəngindən, yumurtalıq xərçəngindən və bağırsaq xərçəngindən sizi qoruyacaqdır bu preparatlar. Ümumiyyətlə oral kontraseptivləri istifadə elədiyiniz müddətdə mütəmadi olaraq uşaqlıq boynu taramalarınızı, yəni pap smear taramalarınızı elətdirməniz məsləhət görülür və süd vəzlərinizi də yoxlatmanız məsləhət görülür. Çünki əgər süd vəzlərində anormal törəmələr varsa, bu hormonlu preparatların qəbul edilməsi daha fərqli problemlərə səbəb ola bilər. Eynilə də uşaqlıq boynunda anormal durum varsa, bu preparatların qəbulu prosesin daha irəliləməsinə səbəb ola bilər. Ona görə də istifadə eləmədən öncə mütləq həkiminizlə bu konuda məsləhətləşməlisiniz. İkinci bəhs eləmək istədiyim hormonal yöntəm mini həblərdir. Mini pili və ya mini həblər deyilir. Bunların tərkibi progesterondur. Piyasada ümumiyyətlə Cerazette ismi ilə satılır və Azərbaycanda bildiyim qədərilə bu tərkibdə yoxdur. Adətən Türkiyədə satılır. Bu preparatın ümumiyyətlə qoruyuculuğu yaxlaşıq 95%-ə qədərdir. Amma düzgün istifadə eləməsəniz və yaxud da hansısa tabletkanı bir gün içməyi unutsanız, bu zaman tezliklə hamiləlik baş tuta bilər və dozu çox aşağı dozdur. Ona görə də sadəcə progesteron hormonu olduğuna görə tərkibində biz bunu süd verən analara güvənlə istifadə edə bilirik. Üçüncü bəhs eləmək istədiyim hormonal yöntəm aylıq və yaxud da 3 aylıq iynələrdir. 3 aylıq iynələr daha məşhurdur. Depo-Provera ismi ilə məşhurdur və bunun da tərkibi yüksək doz progesterondan ibarətdir və bunu 3 aya bir vücuda əzələ içərisinə injeksiya edirsiniz. Bəzi sevmədiyimiz tərəfləri var, çatışmayan tərəfləri var. Bunlar nədən ibarətdir? Yüksək doz olaraq qəbul elədiyiniz zaman aybaşını uzun müddətli blokada eləyə bilər. Yəni anovulyasiyaya səbəb olur, ovulyasiyanı blokada eləyir və ovulyasiyanı blokada elədiyinə görə bəzən 1 ilə qədər aybaşı görməyən qadınlara rastlaya bilirik öz praktikamızda. Yəni uzun müddətli aybaşını azaltdığına görə çox da tərcih edilən bir yöntəm deyil. Yanaşı olaraq da bədəndə aybaşı görmədiyinizə görə su tutur və su tutduğuna görə xəstədə kilo almış hissiyatı yaradır və buna görə də çox sevilən bir yöntəm deyil. Son dövrlərdə populyar olan, bəhs eləmək istədiyim 4-cü hormonal yöntəm dərialtı implantlar və yaxud da Nexplanon ticari ismi. Dərialtı implantların tərkibi yenə progesteron türəvi bir hormondur. Hormon salgılayaraq yenə yumurtlamanı blokada eləyir. Eyni zamanda endometriumu incəldir və buna görə də hamiləlik baş tutmur. İmplantların təsir müddəti 3 il müddətindədir. Qolun iç tərəfinə yerləşdirilir və çox sadə bir üsulla yerləşdirilir. İmplantın qoruyuculuğu 99.9, yəni sterilizasiyaya yaxın qoruyuculuq sağlayır. İmplantlar hormonal
tərkibli olduğuna görə bununla yanaşı özü ilə bərabər bəzi problemləri də gətirə bilir. Bu problemlər nədən ibarətdir? Biz bu preparatı təyin elədiyimiz, taxdığımız qadınların 90%-də hər hansı bir problemə rast gəlmirik. Amma 10% xəstədə bəzi ağırlaşmalar, problemlərə səbəb ola bilir. Bunlar nələrdir? Tərkibində hormon olduğuna görə endometriumu həddindən artıq incəlir və endometrium incəldiyinə görə xəstə aybaşı görməməkdən daha çox şikayət edir. Yəni xəstələr 2 ay, bəzən 3 ay, bəzənsə ümumiyyətlə aybaşı görmürlər və aybaşı görmədiklərinə görə bədənlərində şişlik, qarınlarında şişlik şikayəti ilə bizə müraciət edirlər. İmplantın özü hormonal bir preparat olduğuna görə bədəndə su tutma yetisinə sahibdir və su tutduğuna görə 1 il ərzində 3 kilo ilə 10 kiloqrama qədər kilo aldıra bilir. Amma bu kilo keçici bir kilodur. Yəni siz preparatı çıxartdığınız zaman bədəninizdə öz əvvəlki şəklinizə geri qayıda bilirsiniz. İmplantın dediyim kimi qoruyuculuq təsiri boru bağlanmasına eşdəyərdir və sürüşmə, bununla yanaşı hamilə qalma olğuları demək olar ki, tibbdə rastlanmayıbdır. Bundan başqa hansı yan təsirlərə səbəb ola bilər? Progesteronlar ümumiyyətlə çənənin alt tərəfində, boyun bölgəsində sivilcələnmələrə səbəb ola bilərlər. Depressiyonu bir miqdar artıra bilirlər. Yəni xəstədə emosional olaraq biraz həssaslığa səbəb ola bilərlər, anksiyetəyə səbəb ola bilərlər. Bundan başqa aybaşı görmədiyinə görə sinir, gərginlik halının bir tık daha yüksək olması rastlanan yan təsirlərdən biridir. Bəzi xəstələr endometrium incəldiyinə görə aybaşı görməməkdən şikayət edir. Bəzi xəstələr isə həddindən artıq ləkələnmə şikayəti ilə gəlirlər bizə. Ləkələnmə nədir? Yəni xəstə aybaşı görür, amma ləkə dönəmi həddindən artıq uzun olur və bu da xəstəni artıq belə deyim də bezdirici bir vəziyyətə gətirib çıxara bilir. Ona görə də elə bir moment gəlir ki, artıq biz 3 il tamam olmadan bəzən çıxartmaq zorunda qalırıq. Yəni mən bu implantın bütün mənfi cəhətlərini sizə tam olaraq demək istədim ki, sonra taxılan xəstələrdə hər hansı bir problem olmasın. Sadəcə bunu da özəllə belirtmək istəyirəm ki, bu implantla əlaqədar dediyim problemlər sadəcə 10% xəstədə görülür. Yəni 90% xəstədə hər hansı bir problem olmur və çox gözəl tolerə eləyə bilirlər bu preparatı. Bunu da belirtmək istəyirəm ki, mən öz şəxsi təcrübəmdə implantı daha çox arıq xanımlara məsləhət görürəm. Yəni balıq ətli, biraz dolu, kök, overweight bu xəstələrdə adətən implantı tərcih eləmirəm, çünki həm aybaşını poza bilir, eyni zamanda da var olan kilonu daha da artıra bilir. Ona görə də tərcihim hər zaman arıq və aybaşısı çox olan və aybaşı görməkdən yorulmuş qadınlara tərcih eləyirəm. 5-ci bəhs eləmək istədiyim hormonal yöntəm isə vajinal həlqələr və yaxud da nuvaringdir. Bunların da tərkibi estrogen və progesterondan ibarətdir. Bu preparatları vagina içərisinə yerləşdirirsiniz. Bu həlqələri 3 həftə həlqə qalır vaginada, 1 həftə isə ara verirsiniz və o 1 həftə arada aybaşı qanaması olur və bu preparat, yəni hormonlar vaginadan bədənə sorularaq öz fəaliyyətini göstərir. Digər 6-cı yöntəmimiz isə pəçlər, yəni yapışdırma bantlar. Yapışdırma bantlar da hormonal tərkiblidirlər. 3 həftə bantlar vücudda taxılır, qola, kalçaya və yaxud da kürək nahiyəsinə taxa bilərsiniz. 1 həftə çıxarılır, o 1 həftədə aybaşı qanaması gözlənilir. Bunlar hormonal yöntəmlər idi bəhs elədiyim. Hamiləlikdən qorunmanı başlıqlar altında incələyirik. İlk öncə biz hormonal yöntəmlərdən bəhs elədik. İndi isə bəhs eləmək istədiyim yöntəm uşaqlıq daxili vasitələrdir. Uşaqlıq daxili vasitələr hamımızın bildiyi bütün qadınların sevimlisi spirallardır. Spirallar 2 şəkildə olur: hormonlu spirallar və hormonsuz spirallar. Hormonsuz spirallar ümumiyyətlə dünyada ən çox istifadə edilən uşaqlıqdan qorunma vasitəsidir. Mis tərkibli spirallar və bunun haqqında mən sizə geniş bir məlumat verəcəm. Ümumiyyətlə mis tərkibli spiralların hamiləlikdən qorunma faizi 96-97%-ə qədərdir. 5 illik olur, 7 illik olur, bəziləri isə 10 illik ola bilir. Spiralların ümumiyyətlə qorunma mexanizması necə baş verir? Siz bunu uşaqlığın daxilinə yerləşdirdiyiniz zaman endometriumun içərisində bir inflamator reaksiyona səbəb olur. Yəni loru dildə desək, bir iltihaba səbəb olur və bu iltihab sayəsində endometrium artıq dölü öz tərəfinə birləşdirə bilmir. Yəni endometrium heç bir şəkildə implantasyonu qəbul eləmir. Yəni zigot əmələ gəlir, spermlə yumurta birləşir, amma gəlib endometriumun hər hansı bir yerində tutuna bilmir, çünki orada yabancı bir maddə və spiral var. Əsas mexanizması buna dayanır. Spiralların ümumiyyətlə bəzən taxdırandan sonra sürüşməsi və yaxud da spirallarla bir yerdə hamilə qalma olayları da ola bilir. Çünki xəstələr ən çox qoyulanda narahat edən mövzular bunlar olur. Bu ən çox nədə olur? Vaxtı keçmiş bir spiral qoyulubsa. Məsələn, tutaq ki, spiralın son istifadə tarixi keçibdi və bunu sizə həkim qoyur. Bəzən özü fərqində olmadan bunu qoyur. Bir bundan dolayı ola bilər. Başqa səbəb nə ola bilər? Spiralı qoymusunuz. Məsələn, həkiminiz sizə deyib ki, spiralınız 5 illikdir, amma siz bu spiralı 7 il saxlamısınız. Bu zamanda artıq
onun qoruyuculuq funksiyası azalır və siz spiralla birlikdə hamilə qala bilirsiniz. Və spiralın da digər hamilə qalma səbəblərindən biri də spiralın sürüşməsi olur. Spirallar adətən vaginaya doğru sürüşürlər. Bəzən xəstənin, yəni spiral yaxşı qoyulmadıqda uşaqlıq əzələsini deşib qarnın içərisinə düşən bəzi olğular belə ola bilir və spiralın sürüşməsini siz necə bilə bilərsiniz? Əgər cinsi əlaqə zamanı batma, yanma hissiyatı olursa, əlinizlə yuyunanda vaginanızda ip dəyirsə və yaxud da yoldaşınız bunu hiss eləyirsə, bu zaman spiralın sürüşməsindən və aybaşı miqdarınız çoxdursa, bu zaman spiralın sürüşməsindən şübhələnə bilərsiniz. Və spiralı qoydurduqdan sonra ümumiyyətlə yoxlatmanız lazım. Bunu necə yoxlayırsınız? Spiralı qoydurduqdan sonra 1 həftə 10 gün müddətində bir ultrasona düşürsüz. Sonra isə növbəti ultrasonunuz 6-cı ayda ola bilir. Sonra isə illik mütləq spiralınızı yoxlatmanız lazım. Mis tərkibli spirallardan bəhs elədikdən sonra ikinci bəhs eləmək istədiyim yöntəm Mirena, yəni hormonlu spirallar. Biz hormonlu spiralları adətən hamiləlikdən qorunmaq üçün tərcih eləmirik. Daha çox müalicə amaçlı tərcih eləyirik. Çünki Mirena hormonlu olduğuna görə endometriumu aşırı miqdarda incəldir və biz bunun bu xüsusiyyətindən istifadə eləyərək uşaqlıq daxili poliplərin, uşaqlıq daxili miomaların, uşaqlığın endometriumun qalınlaşmasının, hiperplaziyaların müalicəsində istifadə eləyirik və eyni zamanda yabancı bir maddə olduğuna görə ziqotun da tutunmasının qarşısını alır. Yəni hamiləliyi də bu şəkildə əngəlləmiş olur. Yəni həm müalicə məqsədi ilə istifadə edilir, eyni zamanda da yanaşı olaraq sizi hamiləlikdən qoruyur. Hormonlu spiralların bir xüsusiyyəti var ki, sizdə aybaşı miqdarını azaldacaq. Hətta hormonlu spiral qoyulan qadınların çoxu aybaşı görmür və bu bizim istədiyimiz yöntəmdir. Zaten bizim əldə eləmək istədiyimiz budur. Çünki biz bunu müalicə məqsədi ilə, qanaması çox olan qadınların qanamasını azaltmaq məqsədi ilə istifadə edirik. Mis tərkibli spirallar, yəni hormonsuz spirallar qanama miqdarını artıra bilər. Qanamanız normalda 5 gün olursa 10 günə çıxa bilər, 7 günə çıxa bilər və fazla qanaya bilərsiniz. 3 bet dəyişirdisə 5 bet dəyişə bilərsiniz. Amma hormonlu tərkibli spirallar qanama miqdarını azaldır. Aybaşlarınız ləkə şəklində keçə bilər və yaxud da 2-3 aya bir ləkə şəklində aybaşı görə bilərsiniz və yaxud da aybaşını görüb ləkə hardasa bir 7-10 günə qədər aybaşı görə bilərsiniz. Amma adətən xəstələr aybaşı görmürlər. Və bu spiralları çıxardıqdan sonra endometrium, hər ikisini də çıxardıqdan sonra endometrium öz əvvəlki vəziyyətinə qayıdır. Yəni hormonlu spiral çıxararkən onlar normal aybaşı görməyə başlayırlar. Aybaşı çünki olmurdular. Mis tərkibli spiral çıxarandan sonra isə artıq aybaşı miqdarları əvvəlki miqdarına qayıdır. Başlıqlar altında incələyirik hamiləlikdən qorunma yöntəmlərini. Üçüncü incələyəcəyimiz başlıq isə baryer yöntəmləridir. Baryer yöntəmləri deyəndə ağlımıza ilk gələn kondomlar və yaxud da prezervativlərdir. Kondomlar və ya prezervativlər kişilərin hamiləlikdən qorunma yöntəminə keçir eyni zamanda. Bunların qoruyuculuğu 85%-dən 95% arasındadır. Yəni düzgün istifadə edilsə, keyfiyyətli kondomlardan istifadə edilsə, qoruyuculuq hardasa 95%-ə qədərdir. Rahat əldə edilir, yəni çox rahatlıqla bütün apteklərdən tapmaq mümkündür. Sadəcə hissiyatı azaltdığına görə çox sevilən bir yöntəm olmaya bilər və materialı, lateks materiallar bəzi qadınlara allergi verə bilər. Əgər hər hansı bir bu dediyimiz tarz sıxıntılarınız yoxsa, güvənlə istifadə edəcəyiniz yöntəmlərdən biri sayılır və eyni zamanda sizi cinsi yolla yoluxan xəstəliklərdən də qoruyacaqdır. İkinci baryer yöntəmimiz diafraqma və yaxud da servikal kap yöntəmləridir. Bunlar çox tapılan yöntəmlər deyil, yəni bunları apteklərdən çox rahatlıqla əldə edə bilmirsiniz. Bunlar özəl internetdən sifariş edilə bilir. Bu diafraqamlar lövhə şəklində olur və yaxud da servikal kaplar çaşka şəklində olur, fincan şəklində və bunu uşaqlı boynun ağzına yerləşdirib spermin sadəcə mexaniki olaraq keçişini əngəlləyirsiniz. Bunların da qoruyuculuğu hardasa 90%-ə qədərdir. Hamiləlikdən qorunmanı başlıq-başlıq incələyirik. Dördüncü incələyəcəyimiz giriş isə qalıcı yöntəmlərdir. Yəni qalıcı olaraq hamiləlikdən necə qoruna bilərik və ömürlük olmalıdır bu yöntəmlər. Bunlar qadın sterilizasiyası və kişi sterilizasiyasıdır. Sterilizasiya nə deməkdir? Qadınlarda sterilizasiya edərkən spermlə yumurtanın görüşdüyü, yəni deytə çıxdığı yeri, borunu bağlamaqdır. Boruların bağlanması qadınlarda sterilizasiyadır. Sterilizasiyanı biz kimlərə tərcih edirik? Daha çox uşaq sayını tamamlamış, adətən uşaq sayı 3-ün üstündə olan, yaşı 30-un üstündə olan və kesinliklə hamiləlik düşünməyən qadınlara sterilizasiya məsləhət görülə bilər. Amma bunu yaddan çıxartmayaq. Qadın sterilizasiyasında peşmanlıq oranları biraz yüksəkdir. 7%-ə qədər peşmanlıq oranı var. Yəni 100 xəstəyə eləyirsən, 7 dənəsi bunun peşman olur və sonradan gəlir deyir ki, doktor, mənim borularımı açın, mən yenidən hamilə qalmaq istəyirəm. Biz adətən
adətən borularını bağladan qadınlara təkrar hamilə qalmaq istərlərsə, boruların açılmasındansa süni maylanmanı daha çox məsləhət görürük. Kişilərin qalıcı olaraq qorunma yöntəmi isə kişi sterilizasiyasıdır. Kişi sterilizasiyası nədir? Spermlər istehsal olunur və bunlar vaz deferens kanalı vasitəsilə hərəkət edirlər və bu vaz deferens kanalının bağlanması kişi sterilizasiyasıdır və kişi sterilizasiyası da qadınınki kimi geri dönüşümsüz ola bilir. Və kalıcı yöntəmlərin qoruyuculuğu 99.9%-ə bərabərdir. Mən YouTube üçün danışıram da geniş deyək, otursunlar, yəni belə otursunlar, izləsinlər. Yəni tam belə detaylı məlumat verirəm. Detaylsız məlumat versəm risk çəkərəm də. Sən də fikirsən ki, mən bunu neçə həftəyə editləyib çıxardacağam. Növbəti başlığımız təcili qorunma yöntəmləri. Təcili qorunma yöntəmləri nədir? Bir anda təsadüfi bir cinsi əlaqə oldu və siz nə edəcəm, necə qorunmalıyam? Buna biz deyirik təcili qorunma yöntəmi. Təcili qorunma yöntəmi deyəndə ağlımıza 2 dənə yöntəm gəlir. Bunlardan birincisi ertəsi gün preparatları, ertəsi gün hapı deyirlər. Ertəsi gün hapları adətən tabletkaların içərisində yüksək doz hormon olur və bu hormonlar ya bir tabletkada olur, ya 2 tabletka şəklində olur. Tabletkanın birini içirsiniz, 3 gün ərzində, yəni 72 saat ərzində ikinci tabletkanı mütləq qəbul eləməlisiniz. Biz ertəsi gün həblərini çox tərcih edəmirik, çünki bunların tərkibində həddindən artıq yüksək doz hormon olduğuna görə xanımın aybaşısını poza bilər və daimi olaraq hamiləlikdən qorunma yöntəmi olaraq kesinliklə önərilən bir yöntəm deyil, çünki çox yüksək doz içərisində hormon birikdirir. İkinci təcili qorunma yöntəmlərindən biri də bakterli spiral və ya da mis tərkibli spiral. Bəli, mis tərkibli spiralı biz eyni zamanda uşaqlıq daxili vasitələrdə danışdıq. Eyni zamanda da siz təsadüfi cinsi əlaqəniz olubsa, 7 gün ərzində mis tərkibli spiralı uşaqlıq daxilinə yerləşdirsəniz, hamiləlikdən qoruna bilirsiniz. Çünki dediyim kimi implantasyonu, yəni zigotun gəlib uşaqlıq daxilinə yerləşməsinin qarşısını ala bilirsiniz. Deyəcəksiniz ki, doktor, ancaq dərman yöntəmlərindən bəhs elədiniz və bəs təbii yöntəmlər yoxmu ki, biz hamiləlikdən qorunaq? Təbii yöntəmlərimiz təbii ki var. Təbii yöntəmlərdə ağlımıza ilk gələn geri çəkmə, coitus interruptus yöntəmidir. Geri çəkmə yöntəmi nədir? Tam boşalma ərəfəsində penisin vaginadan çıxarılmasıdır. Amma bunun qoruyuculuğu çox aşağıdır. %70-%80 qoruyuculuq sağlayır. Çünki daha öncəsində gələn prostat sıvısında spermlərə rastlana bilir və hamiləlik olğularına da az rastlamırıq bundan qorunan qadınlarda. Ona görə də %100 qoruma sağlanmadığına görə bunu bilərək bu yöntəmi istifadə edə bilərsiniz. Digər təbii yöntəmlərdən biri də təqvim yöntəmidir. Təqvim yöntəmi nədir? Qadın öz ovulyasiya tarixini təqib eləyir aybaşısına görə. Bilir ki, hansı tarix onun təqribən ovulyasiyasıdır və o günlərdə münasibətdən qaçınır və yaxud da həmin günlər münasibət zamanı qorunur və buna da təqvim yöntəmi deyirik. Təqvim yöntəmini çox sıxı təqib etməniz lazım, çünki bunun da qoruyuculuğu aşağıdır, %70-%80 qoruyuculuq sağlayır. Digər təbii yöntəm bazal vücud ısısı yöntəmi dediyimiz, ovulyasiya dövründə vücud temperaturunu dəyişməsinə ölçərək, yəni bu dəyişimi ölçərək ovulyasiyanı təxmin eləyə bilirlər və bu dövrlərdə də münasibətdən qaçınırlar. Bu da yöntəmlərdən biridir, amma qoruyuculuğu yenə aşağıdır. Digər təbii yöntəmlərdən biri də servikal mukus yöntəmidir. Servikal mukus nə deməkdir? Bu ovulyasiya dövründə biraz sulu bir axıntı deməkdir. Sulu şəffaf bir axıntı deməkdir, yapışqan şəklində. Bunu görən qadınlar artıq ovulyasiya dövrünün olduğunu təxmin edirlər və həmin dövrlərdə ya münasibətdən qaçınırlar və yaxud da ki qorunurlar. Bunun da ki təbii ki qoruyuculuğu aşağıdır. Bəli, artıq qorunma yöntəmlərindən danışdım. Son olaraq yeni kəşf edilən bir yöntəmdən bəhs eləmək istəyirəm. Bu artıq kişilərin qorunma yöntəmidir. Çünki biz adətən qadınları qoruyuruq. Qadınlar hamilə qalmasınlar. Qadınlar bütün demək olar ki, yöntəmlərin 90%-ni qadınlar eləyir. Artıq kişilər üçün də 2025-ci ilin iyul ayından bir yöntəm çıxıbdı. Buna YCT 529 preparatı deyilir. Bu preparat daha faz 1 çalışmasındadır. Yəni hələ 16 dənə kişinin üstündə denənibdi. Burada məqsəd nədir? Spermatogenezi bozmaq. Spermatogenezi bozub, yəni testosteron sintezini pozmamaq, amma spermatogenezi blokada eləmək. Blokada elədiyimizə görə də cinsi istək düşmür, amma ortada bir sperm olmur və buna görə də hamiləlik olmur. Hələ ki çalışma aşamasındadır. Tam preparat bu dəqiqə heç bir dünyada heç bir aptekdə yoxdur. Muhtemelen 2027-ci ilə qədər də çalışmalar davam edəcək. Doğum kontrol yöntəmləri haqqında danışacaqlarım bundan ibarət idi. Siz necə qorunursunuz? Qorunma yöntəmləri haqqında nə suallarınız varsa, buyurun şərh bölməsinə yazın. Biz də onları cavablayaq. İzlədiyiniz üçün təşəkkür edirəm.